Yəni ki, bayağı neynədik? 4 vur 4, 4-ün də kvadratı 16 edir. İzah elədik 16. Belə bir asan mövzudur. Bitti. Nə vaxt nasıl bitti? Köşaltı hədlərin toplanması, çıxılması, vurulması, bölünməsi mövzu nə öldürdün ki? O qədər. Elə bizim aşıqlara yerdə bir dənə istəyim də, nə? Mən yatırım. Sən yağ. Bu mənim payımdır. Mənim sənin. Deməli, indi kök altındakı ədələrin çıxılması, toplanması, vurulması, bölünməsini hesablayacaq. Məsələn üçün kök altı 16 çıxılsın kök altı çıxılsın kök altı 4. Bunlar ikisində də kök altı var deyə ikisini də yeni kökün altına salacaq. O nə işarəsidir ki orada? Nə? Bu vurmaq da. Sıxılsın demişdin, o öldü. Ha çıxılsın olsun. Yaxşı, hələ. Ha çıxılsın. 16 çıxılsın. Asya, sən nə yazırsan? Kök altında 12 edir. Tərs öyrətsən sən də. Kök altında 12. Mən də sana. Ha, yaz. Kök altında 12'ni də parçalasaq 3 vur 4 eləyər. Buradan da 4 kök altından çıxardığında 2 edir. Ha. 2 kök altında 3'dür cavab. Bu qədər asan mövzu. Sonra isə aşı. Eyni kökün altının toplanması, çıxılmanı. Belə eləyəm.